Hardasa 2 həftə bundan əvvəl Neftçi klubu Instagramında 1,4 milyon izləyicisi olan ulduz bir futbolçunu transfer etdi. Gəlin görək bu ulduz futbolçunun Neftçiyə gəlişi klubun Instagram səhifəsinə necə təsir etdi. Socialblade.com-un statistikalarına əsasən gəlin analiz edək. Deməli dostlar, son 30 günün rəqəmlərinə baxırıq, səhifəyə gələn izləyici sayına. İzləyici sayı da belədir, yəni bunu əvvəlcədən deyim necə hesablanır. Məsəl üçün, sizin burada gördüyünüz kimi mənfi və müsbət yazılır. Əgər səhifənizə bir gündə məsələn 100 adam gəlirsə və 50 adam çıxırsa da burada yazılır müsbət 50. Yox, əgər bir gündə səhifənizə 50 adam gəlib 100 adam çıxırsa da burada yazılır mənfi 50. Yəni mənfi və müsbət nisbətində hesablayır. İndi biz burada baxırıq, ayın 5-dən başlayır da statistika son bir ayın. Deməli biz burada baxırıq dostlar. Ayın 18-dən hansı ki həmin tarixdə Neftçi Abubakar transferini açıqlamışdı. Ayın 18-dən baxırıq, görün izləyici sayında necə bir artım var. Bu artım ayın hardasa ilə yəni noyabrın 3-nə qədər ciddi şəkildə deyərdim ki, davam edir. Ayın 4-cü günü biraz az olub, amma ümumilikdə yəni mənfi müsbət indeksində götürəndə 8671 izləyici gəlib Neftçinin səhifəsinə və bu da Neftçinin əvvəlki izləyici gəlmə sayısına baxdıqda görərik ki, çox mükəmməl rəqəmdir Neftçi üçün.